Bir insanın nə qədər də güclü olsa, emosional zəkası zəifdirsə, o uğurlu ola bilmir. Yəni sənin 5 dənə də diplomun olsa, bakalavr bitir, magistr bitir, get doktoranturanı da bitir. Amma sənin özünü idarə etməyin, kütləni ələ ala bilməyin, manipulyasiya edə bilməyin, onlarla empatiya qura bilməyin yoxdursa, əlbəttə ki, sən orada uğurlu ola bilməyəcəksən. İşində uğur qazana bilməyəcəksən. Emosional zəka budur. Ona görə də biz şagirdlərdə təkcə akademik bacarıqlar yox, həm də emosional intellekti inkişaf etdirməliyik. Emosional intellektin baxın, 5 əsas komponenti burada qeyd olunur. Amma bir nesildən sonra 100% ki, bu zalın əksəriyyəti MİQ imtahanından keçəcək. İnsanlar yetişdirmək deyil. Baxın, yolla gedəndə qarşınıza çıxan 10 nəfərdən soruşsaz, 8-inin diplomu var. Düzdür? Yəni, oxuyublar, ali təhsilləri var. Amma hər kəs eyni dərəcədə uğurlu ola bilirmi? Ola bilmir. Var insanın akademik göstəriciləri, bir də emosional zəkası. IQ səviyyəsi, bir də emosional səviyyəsi. IQ yəqin ki, hər biriniz bilirsiniz. İnsanın intellekt əmsalıdır, nə qədər zəkalı olduğunu göstərir. Bir də var emosional zəka.